Salam, əziz abituriyentlər və müəllimlər. Artıq ekrandan da siz görürsünüz ki, bugün, yəni 19 oktyabrda hədəf hazırlıq kurslarının 11-ci siniflər üçün olan biologiya sualları ilə qarşınızdayıq. Suallara isə izah vermək istəyirəm mən, Şəlalə İbrahimova. İlk öncə onu vurğulayım ki, suallar mənə 11-ci sinifi tapmaqda çətinlik çəkirdim və suallar mənə bir izləyicim tərəfindən göndərilib. Bunun üçün mən ona təşəkkür edirəm, çox sağ olun. Beləliklə, keçək suallara. İlk öncə onu vurğulayım ki, 11-ci sinifin sualları 10-cu sinifin sualları ilə müqayisədə bəsit və primitivdir. 11-ci sinifin suallarında diaqramlar, şəkillər, sxemli suallara az üstünlük verilib. Əsasən yazı formatında suallardan istifadə olunur və sualların da sadəliyi sizin diqqətinizə çatdırılacaq. Nəzərə alsaq ki, bu abituriyentlər 11-ci sinifdir və artıq onlar 4-cü qrupa gedirlər. Bir qədər daha maraqlı, daha əhatəli, sxemli, diaqramlı suallardan istifadə eləmək olar. Gəlin keçək suallara. Bir də vurğulayıram, 10-cu sinifin sualları ilə müqayisədə 11-ci sinifin sualları olduqca bəsit görünür. Gəlin keçək suallara. 31-ci sualda bizə deyilir ki, fərdlərin mayalanma anından ölənə qədər olan dövrü hansı quruluş səviyyəsinə aiddir? Biz də bilirik ki, fərd mayalanma anından ölənə qədər olan dövrü onun inkişaf dövrüdür. Bu bir canlıdan söhbət gedir, bir canlının həyatından. Bir canlının həyatı hansı quruluş səviyyəsinə aid olar? Molekulyar səviyyə aid olmaz. Molekulyar səviyyə bir də deyirəm, aid deyil. Hüceyrə səviyyəsinə aid deyil, çünki həmin canlı həm hüceyrələrdən, həm toxmalardan təşkil olunub. Toxma və orqan səviyyəsinə aid deyil. Bəli, bir orqanizm səviyyəsində götürə bilərikmi? Götürə bilərik. Bəs populyasiya səviyyəsində? Xeyr. Populyasiya səviyyəsində götürmək üçün bir neçə fərdin biz orada aid eləməliyik. Beləliklə 31-ə cavab D bəndi. 32-ci suala baxırıq. Mikro elementləri seçindir. Gəlin makroları çıxaq. Oksigeni, hidrogeni, kaliumu və dəmiri çıxdım. Bunlar makro elementlərdir. Yerdə qaldı mis, yod, kobalt və sink. Beləliklə 2, 4, 5 və 8 cavabı bizə B bəndində verilib. Nəzərinizə çatdırım ki, bu bir abituriyentin sual kitabçasıdır. Üzərində işlədikləri, qeyd elədiklərini siz bizə bağışlayarsınız inşallah. Aşağıdakılardan hansı suyun hüceyrədə yerinə yetirdiyi funksiyaya aid deyildir? Su hüceyrənin həcmini müəyyənləşdirir. Bəli, hüceyrənin həcmi hüceyrənin içindəki suyun miqdarından asılıdır. Hüceyrəyə möhkəmlik verir. Verə bilər, turqor halında hüceyrədə möhkəmlik halı müşahidə oluna bilər. Hüceyrənin sabit qalmasını təmin eləyir, mühitin sabit qalmasını təmin eləyir. Amma əzələ toxmalarında yığılmanı təmin eləyir. Düşünürəm ki, əzələ toxmalarında yığılmanı aktin və miozin zülalları təmin eləyir. Bu isə suyun funksiyasına aid deyil. Kimyəvi reaksiyaların getməsi üçün mühit yaradır. Bəli, bütün kimyəvi reaksiyalar suyun daxilində, yəni hüceyrənin su möhtəviyyatında getmiş olar. 34-cü sualda zülalın ikincili quruluşunun yaranmasına səbəb hansı rabitədir? Görün, 11-ci siniflər üçün belə bəsit suallar təşkil eləmək olarmı? Əlbəttə ki, zülalın birincili quruluşunu təmin eləyən peptid, ikincili quruluşu isə hidrogen rabitənin hesabınadır. DNT molekulunda hidrogen rabitəsini əmələ gəlir. Yəni, deyir ki, DNT molekulunda hidrogen rabitə nəyin arasında əmələ gəlir? Azotlu əsas ilə karbohidrat arasında doğru deyil. Nukleotidlərin ortofosfat turşuları arasında xeyr. Azotlu əsasların nukleotidlərin azotlu əsasları arasında götürə bilərəmmi? Bəli. Guanin azot əsası ilə sitozin azot əsası 3 qat hidrogen rabitə ilə, adenin azot əsası ilə timin azot əsası isə 2 qat hidrogen rabitə ilə birləşir. Bir nukleotidinin karbohidratın digərinin ortofosfat turşusu arasında hidrogen rabitə yaranmaz, kovalent rabitədir. Nukleotidlərin karbohidratları isə bir-biri ilə əlaqədə deyil. Belə ki, karbohidrat ortofosfat turşusu ilə əlaqədədir. 36-cı sual da bəsit bir sualdır. Orqanizmin daxili və xarici əlamətlərinin cəmi nə adlanır?
Bu fenotip adlanır. Yəni 11-ci siniflər üçün abituriyentlərdir də bunlar. 600 baldan yuxarı hədəfdir bunlarda. Çünki 11-ci siniflər 4-cü qrupa gedənlərin əksəriyyəti həkim olmaq arzusundadır. O da 600, 625. Yəni orada bu səviyyədə suallarla həkim olmaq mümkündürmü? Xeyr. Bu sualların səviyyəsini bir qədər daha maraqlı eləmək olar. Gəlin 37-ci suala baxaq. Uyğunluq pozulmuşdur deyir. Ribosom zülal sintezini həyata keçirir. Lizosom hüceyrə daxili həzmi, Golgi karbohidrat və yağların sintezini, endoplazmatik şəbəkə hüceyrə daxili maddələrin daşınmasını doğrudur və hüceyrə mərkəzi hüceyrə daxili tənəffüsü doğru deyil, çünki mitoxondri hüceyrə daxili tənəffüsü həyata keçirir. Hansı proses zamanı ATF istifadə olunur? Yəni ki, bu prosesdə ATF yaranmasın, istifadə olunsun. İşıq mərhələsində ATF yaranır. Mən işıq mərhələsini götürmürəm. İstifadə olunur istəyir. Hərəkətdə bəli. Sinir impulslarının ötürülməsində bir enerjiyə ehtiyacımız var. Götürə bilərik. Aerob tənəffüs zamanı ATF sintez olunur. ATF istifadə olunmur. Biosintez zamanı bəli istifadə oluna bilər. Böyümə zamanı da istifadə oluna bilər. Anaerob tənəffüsdə də yenə ATF yaranır. Difuziyada isə burada qatılığın az olan yerdən çox olan yerə keçməsidir. Burada enerjiyə ehtiyac yoxdur. Mən 2, 3, 5 və 6 bəndlərini seçdim. Cavab A bəndi. Zülalın sintez zamanı verilənlərdən hansının miqdarında azalma müşahidə oluna bilər? Sərbəst amin turşuları miqdarı azalacaq. Çünki amin turşular bir-birinə birləşir və zülal sintez olunur. Suyun miqdarı azalmayacaq, ATF-in miqdarı azalacaq. Çünki sintez zamanı ATF enerjisindən istifadə olunur. Fermentlərin miqdarı isə həmişə sabitdir. 1 və 3 cavabı isə A bəndində verilib. İnsanın dəri hüceyrəsində hansı fazada 92 xromosom, 92 xromatid olur? İnsanda 2N bərabərdir 46. Nə vaxt 92 olar? 4N, 4C olanda, o da anafaza mərhələsində. Viruslar hansı yolla yoluxa bilməz? Deyir, qan vasitəsilə hepatitlər yoluxur, steril olmayan alətlərlə də viruslar yoluxa bilər, anadan plasenta ilə GIDS vasitəsilə GIDS və digər virus xəstəlikləri keçə bilər, əsas və aralıq sahibi isə qurtlar var. Qurtlar əsas və aralıq sahiblə keçir, viruslara aid deyil. Hava damcı yolu ilə isə qrip virusu keçə bilər. 42-ci sualda tripsin fermenti aşağıda göstərilən hansı rabitəyə təsir eləyə bilər? Tripsin fermenti zülalların həzminə kömək eləyir, zülalları dağıdır. Zülalları dağıtmaq üçün hansı rabitəni dağıtmalıdır? Əlbəttə ki, amin turşuların arasındakı peptid rabitəni. Gəlin baxaq, 1 ilə göstərilən 2 karbon atomu arasındadır. Peptid rabitə göstərmək istəyirəmsə, baxın, karbon və azot atomları arasında yaranan bir rabitə götürməliyəm. Cavab 5. Hansı doğru deyildir? İnterfaza zamanı. İnterfaza nə idi? İki hüceyrənin arasında bölünmək üçün zaman idi və assimilyasiya prosesi sürətlənir. Bəli, orada bir sıra fermentlər sintez olunur, orqanoidlər özləri bərpa olunur, orqanoidlərin miqdarı artır. Baxaq, assimilyasiya prosesi sürətlənir, doğrudur. Mən doğru olmayanı istəyirəm. İki bölünmə arasındakı müddətdir. Heyvanın hüceyrəsinin tipindən asılıdır. Bəli, elə hüceyrələr var ki, qısa müddətli interfaza keçirir. Elə hüceyrələr var ki, ömür boyu interfaza vəziyyətində qalır. Məsələn, neyronların interfaza müddəti daha uzundur. Orqanoidlərin miqdarı artır, bəli. DNT-nin miqdarı sabit qalır deyə bilmərik. İnterfazanın ikinci mərhələsində, yəni sintetik mərhələdə DNT ikiləşirdi, 2N4C olurdu. DNT molekulunun tripledi ola bilər. Bu da bəsit sualdır, çox sadə və primitiv sualdır. Harada urasil var, onu çıxacaqsınız. Beləliklə, urasil olmamalıdır DNT-nin tripledidirsə, ATT isə DNT-nin tripledi əlbəttə ki, ola bilər. Baxaq, yalnız homozigot olanda üzə çıxan əlamət. Nə götürək? Baxaq, dominant əlamət belə olanda da, yəni homozigot, həm də heterozigot vəziyyətdə üzə çıxa bilən əlamətdir. Yalnız homozigodda üzə çıxan əlamət istəyirsə, resesiv əlaməti götürməliyəm. Bitki şöbəsində
və ya şöbələrində qametofit nəsil güclü reduksiya etmişdir. Qametofit nəsil güclü reduksiya etmiş sözünü biz çiçəkli bitkilər və ümumiyyətlə hansı bitkilər üçün götürürük? Toxumlu bitkilər üçün götürürük. Baxın, nə yosun, nə mamır, nə qıcı, nə yosun, mamır götürə bilmərəm. Toxumlu bitkilərdə qametofit nəsil reduksiya edib sözünü işlədirik. Gametogenezin hansı mərhələsində meyoz bölünmə gedər? Yenə sadə, çox sadə, həm də primitiv suallardan biridir. Bölünmə mərhələsində demək mitoz, böyümə mərhələsində interfaza, yetişmə mərhələsində isə meyoz gedir. Doğru bənd C bəndidir. Hansı prokaryot canlılarda xlorofil fotosintez edici membranda yerləşir? Əgər bizə desəydi ki, xlorofil yerləşir sərbəstoplazmada, mən qırmızı və yaşıl yosun götürərəm, amma indi fotosintez edici membran istəyirsə, mən də siyanobakteriya götürürəm. Doğru deyil, ATF molekulu aerob tənəffüs zamanı sintez olunur. Bayaq da dedik, aerob tənəffüsdə də, oksigenli tənəffüsdə də ATF sintez olunur. Xloroplastda işıq mərhələsində ATF sintez olunur. Doğrudur. Bir hüceyrədən digərinə daşınır. Bu sözü ATF haqqında deyə bilmərik. Hər hüceyrədə öz ATF-i var və bir hüceyrədən digərinə ATF daşınmaz. Hər hüceyrədə özü sintezi həyata keçirər. Beləliklə, növbəti suala keçək. 2 makroergik rabitəyə malikdir, doğrudur. 1 nukleotiddir, doğrudur. Hansında fragmentasiya müşahidə edə bilməzsiniz? Süngərlər, bağırsaq boşluqlar, ağ planarilər, dərsi tikanlarda müşahidə eləyərik. Malyariya parazitində fragmentasiya varmı? Xeyr. Şizogamiya yolu ilə qeyri-cinsi yolla çoxalır. Hansında postembrional inkişaf dolayıdır? Yenə sadə suallardan biridir. Elə 50-ci sualda elə idi. Baxaq, göyərçin düzünə inkişafdır, ilandır, planaridir, hidra düzünə inkişafdır. Amma çəyirtkə həşərat olduğundan orada dolayı inkişafdır. Nəyə görə belə deyirik? İstəyir tam inkişaf, istəyir qeyri-tam inkişaf olsun. Çəyirtkədə də qeyri-tamdır. O, dolayı inkişafın bir mərhələsidir. 2 qat mayalanma hansı bitkidə gedər? Bu 4-cü qrupa gedən bir şagirdin sual kitabçasına düşmə ehtimalı 0-a bərabər olan bir sualdır. 2 qat mayalanma eldar şamında getməz, laminariyada getməz. Əlbəttə, çiçəkli bitki seçəcəm. Çiyələk bitkisini seçmiş oldum. Gəlin baxaq. Bitkinin 10 kvadrat metr yarpaq sahəsində gedən fotosintez prosesi zamanı 67,2 litr karbon qazı istifadə olunub. Fotosintezin tənliyini yazaq. Karbon qazı üstə gələk su. Əlbəttə ki, C6, H12, O6, yaxud glikoza, üstə gələk 6 molekul oksigen və əmsallaşdırdıq. Deyirəm ki, 6 vuraq 22,4 litr karbon qazı udulanda 180 qram glikoz əmələ gəlir. Məsələnin şərtinə əsasən 67,2 litr karbon qazı udulanda nə qədər? Baxın, burada mən ixtisar aparacağım. 22,4-də 1 yazaram, burada 3 yazaram. 6 demək, burada cavabım məndə 90 qram üzvü maddə əmələ gəlib. Nə qədər müddətə? 10 kvadrat metrdə 90 qram üzvü maddə əmələ gəlirsə, demək 1 kvadrat metrdə 1 qram üzvü maddə əmələ gəlir. 90 kvadrat metrdə demək 90 qramı 9 saat işıqlanmalıdır ki, bitki 9 saat işıqlanmalıdır ki, 10 kvadrat metr üçün 9 qram üzvü maddə əmələ gətirsin. 9 saat cavabı doğru verilib. Spiragira yosununun cinsi çoxalmasına aid məlumat verilib, X və Y-in cəmini istəyir. Spiragira yosununda zigot 4-dür və əmələ gələn sporların sayı hər zigotdan 4 ədəddir. Yəni 16 götürə bilərikmi? Bəli. Əmələ gələn yeni yosunların sayını neçə götürməliyik? 16 dənə spor əmələ gəlsə də, onların 4də 3-ü məhv olur, 4də 1-i qalır. Əmələ gələn yeni yosun istəyirsə, 16-nın da 4də 1-ini götürərəm, 4. X və Y-i cəmləyərəm, cavab 20. 55-ci suala baxaq. Bir qədər təmizlik işləri aparaq bu hissədən. Gəlin 55-ci suala baxaq. 200 nukleotiddən ibarət RNT molekulunun uzunluğunu istəyir. Doğru həll yazılıb, 200-ü vurarsız bir nukleotidin uzunluğuna 0,34,
O da bərabərdir 68 nanometrə. Beləliklə, 56-cı suala baxaq. Çiçəkli bitkinin 3 rüşeym kisəsində 2 qat mayalanma prosesi getmişdir. Bu zaman neçə hüceyrə mayalanmada iştirak edib? Demək, 3 rüşeym kisəsində 2 qat mayalanma prosesi gedib. 1 rüşeym kisəsində mayalanmada 4 hüceyrə iştirak edirsə, 3 rüşeym kisəsində X, yəqin 12 hüceyrə mayalanmada iştirak edib. Çox yaxşı olardı ki, burada 3 rüşeym kisəsində hər rüşeym kisəsinə bir toxum mu düşür, neçə toxum olduğunu da nəzərə alardılar. Ya da qeyd eləyərdilər daha dəqiq olmaq üçün. Nəzərdə tutulan sual bir toxumlu hər rüşeym kisəsindən bir toxum nəzərdə tutulmaq ehtimalını nəzərə alır. Start kodonu istəyir, stop kodonu istəyir, assimilyasiya istəyir. Start istəyirsə, baxaq. Baxın, start istəyirsə, zülalın hidrolizisdə AUG götürə bilərsiniz. AUG RNT-nin start tripledidir. B bəndini yazaq. TAS isə DNT-nin start tripledidir. Ona görə B bəndindən yanaşı C bəndində bura yazmalıyıq. Stop kodonu istəyirsə UAG. Bu RNT-nin stop kodonudur. D bəndi. Assimilyasiya istəyirsə üzvü maddənin yaranmasıdır. Zülalın hidrolizi üzvü maddənin, yəni zülalın parçalanmasıdır. Biz buna assimilyasiya götürə bilmərik. Lakin polinukleotidin əmələ gəlməsini burada bir üzvü maddə sintez olunur. Ona görə də Y bəndini aid eləyə bilərik. İndi isə situasiyaya keçək. Situasiyada bizə nə verilib baxaq. Beləliklə, canlının somatik hüceyrəsində olan homoloji cütlərin sayı 22-dir. Homoloji cütlərin sayını istəyir. Məsələn, tutaq ki, insan götürək. İnsanın 44 xromosomu var, düzdürmü? Homoloji cüt desə, 44-ü mən 22 cüt kimi götürərəm. Autosom xromosomları götürür. Deməli, 22 cüt xromosomu var bunun. 2-yə vururam. Deməli, bu canlının somatik hüceyrəsində 44 dənə homoloji xromosomu var. Və bunun da 2 cinsiyyət xromosomu var. Üzərinə gəlirəm, canlının 46 xromosomu olduğunu ehtimal eləyirəm. Və deyir ki, 2 hüceyrədə qütblərə 2 xromatidli xromosomlar getmişdir. Bağırsaq hüceyrəsində baş verən bölünmə zamanı metafaza mərhələsində düsturu yazım 2N4C. Bağırsaq hüceyrəsi somatik hüceyrə nəzərdə tutur da. Bölünmə vətərlərinin sayı nəyə bərabər olacaq? Anafazadırsa, metafaza mərhələsində bölünmə vətərlərinin sayı xromosomların sayı qədər. Baxaq, bölünmə vətərlərinin sayını tapın deyir. Bölünmə vətərlərinin sayını soruşduğuna görə biz də bilirik ki, anafaza mərhələsində hər xromosom qırılacaq və ortadan tək xromatidlər qütbə çəkiləcək. Ona görə metafaza mərhələsində bölünmə vətərlərinin sayı bir somatik hüceyrə üçün xromatidlərin sayı qədər götürək. Yəni 4 vuraq 23 sayda, 92 sayda götürə bilərik. Növbəti suala, bu canlının bir qametində 23, 2 dəri hüceyrəsində 46 vuraq 2, cəmi neçə xromosom olacaq? Beləliklə, 92-nin üstünə 23 gələrik, 115-ə bərabər olar. Bu mərhələdən sonunda neçə qamet əmələ gəlir deyir və yuxarıda da deyir ki, 2 hüceyrə, 2 xromatidli xromosomlar qütbə çəkilib. 2 hüceyrə yetişmə zonasına daxil olursa və X-dırsa, biz bilirik ki, bir hüceyrədən də 4-ü yaranar. Cavab 8 dənə qamet əmələ gəlmiş olar. Onu da vurğulayım ki, etalon cavablar hələ çıxmayıb. Əgər hər hansı bir sualda diqqətsizliyim olarsa, buyurun şərh bölməsində öz fikirlərinizi bildirin. Hər birinizin fikri mənim üçün önəmlidir. Diqqətiniz üçün təşəkkür edirəm.